İndi ikinci sual olaraq Camal müəllim işləsin bu sualı. Polinomlara aid maraqlı bir sualdır. Polinomlar aiddir. Polinom anlayışı ümumiyyətlə birinci nədir? Polinom anlayışı bilməyənlər üçün deyək ki, Px polinom deyilən şey, yəni çox həddi bu formada riyazi bir ifadəyə deyilir də. N çıxılsın 1, x üstəgəl çıx 1, plus və s. A1, x üstəgəl A0. Çox həddi deyilən şey budur. Burada A0 nə adlanır? Sərbəst həddi. N nə adlanır? Baş əmsal. Yəni hansı ki bizdə belə bir termin istifadə olunubdur məsələdə. Baş əmsalı 2-dir. Ən böyük qüvvətə də çox həddinin dərəcəsi deyilir. Yəni bizdə dərəcə N-dir. Burada isə sualımızda dərəcə 3-dür, baş əmsal 2-dir. Dolayısıyla belə bir təsəvvür yaranır ki, bizdə Px çox həddisi 2x-in kubu üstəgəl nəsə. Bu formada bir şeydir. Belə tip suallarda əsasən gördüyünüz kimi burada bir data verilibdir. Yəni polinomun iki nöqtədə iki dənə fərqli qiymət alan bir informasiya verilir bizə. Belə informasiya suallarında əsasən mən belə bir taktik edirəm ki, yeni bir qx çox həddisi daxil edək, yeni bir qx çox həddisi daxil edək. Hansı ki bu formada olsun. Px çıxılsın 2 çıxılsın 1. Belə olmasının səbəbi də input, yəni bir vaid artmalıqda dəyişənə görə bir vaid 2015-ə çevrilir, 2015-2016-ya çevrilir. Üzr istəyirəm, sanki şagirdin ağlına bu da gələ bilər. Sanki bu budur, amma təbii ki dərəcə 1 deyil. Dərəcə necədir bizdə? Dərəcə bəli, 3-dür. Onu da xatırlar. Bəli, tamamilə düzdür. Tamamilə düz bir şey bu. İndi mənə verilən informasiyalara görə x-a bir dəfə 2014 yazsam, q 2014 nə olacaq? P 2014 çıxılsın 2015 eləyəcək. Bunun cavabı 0. Bəli. Q 2015-də bəs nə olacaqdır? Bu da P 2015 çıxılsın 2016. Bu da 0 olacaq. İndi qayıdırıq əvvəlki bu çox həddi daxil edədiyimiz hissəyə. P-nin dərəcəsi 3 olduğuna görə aydındır ki, x çıx 1 onun dərəcəsinə effekt eləmir. Yəni Q-lə P-in dərəcələri eyni olur. Bəli, Q-nin də dərəcəsi 3 olacaq. Və mənim əlimdə 2 dənə informasiya var. Hansıdır? 2014 ilə 2015 ədədləri Q çox həddisinin kökləridir. Ona görə mən Qx haqqında ümumiyyətlə belə bir şey yaza bilərəm. Hər hansısa bir A sabiti vurulsun x çıxılsın 2014, vurulsun x çıxılsın 2015. Axı dərəcəsi 3-dür. Deməli, mənim əlavə bir vurğa da ehtiyacım var. O da olsun, tutaq ki, x çıxılsın bir R. Bu formada bir ifadə. Bunu gətirib yerinə yazarsa olsaq yuxarıda. Px çox həddimiz tapılır bizim. Deməli, Px nə formada bir şeydir? Qx-imiz, yəni bu ifadə A vurulsun, x çıxılsın 2014, x çıxılsın 2015, x çıxılsın R, üstə gəl x plus 1. Bəli. Px-in baş əmsalı 2-dir. Deməli A2. Avtomatik A2 olacaq deməlidir. Bəli. Qırmızı ilə A-mız 2 olacaq. Silək yazaq. 2 vurulsun, x çıxılsın 2014. Bu formadadır çox həddimiz. Bu bizim, düzdür, burada naməlum R də var. Sözü kök haqqında məlumatımız yox idi deyə Q-nün. R naməlumdur. Lakin sualın şərtinə baxaq, yəni sualda bizə nə istəyir? R-nin 2016-dakı qiyməti çıxılsın 2013-dəki qiyməti. Avar islah edəcəkdir. Ulduzdan da burada artıq istifadə olunacaq. Ulduzda deməli biz 2016 və 2013 yazıb tərəf-tərəfə çıxsaq, P 2016, çıxılsın P 2013. Bərabər olacaq nə? 2016 qoyduqda 2, bu 1, deməli 4 vurulsun, 2016 çıx R, üstə gəl 2017 olacaqdır. Çıxılsın 2013-dəki nöqtə nə olacaq, daha doğrusu qiyməti nə olacaq? O da 4 vurulsun, istəyiniz qapalı nöqtəsində yazaq, çünki işarə dəyişəcək. 2013-də deməli mənfi 1, mənfi 2, 4 olacaq, bəli. 4 vurulsun, 2013 çıxılsın R, üstə gəlinsin 2014. Bu da qəşəng mötəzələ dəyişən sadələşmələr olur. 4 vurulsun 2016, 4 vurulsun 2013, 4 mötəzələ xərcdə çıxanda qalacaq 12. Bəli. 2017. 4 erlər aydındır ki, islah edəcəkdir. Burada erləri üstünə xət çəkə bilərik. Üstə gəl 3-dən. Üstə gəlsin 3. O da eləyəcəkdir 15. Bu mənə həm də bunu da xatırlatdı. Camal müəllim, bayaq dedim. Deməli, bu Px-i biz dərəcəsi 2, baş əmsalı 2 olduğuna görə və bu məlumatlara görə əslində iki şeyə gəlib çıxırıq. X çıxılsın 2014 yazsam, x çıxılsın 2015 yazsam, burada bir hər hansı da, sən demir ki, x minus r vuruq olmalıdır. Bax, indi fikir verin, 2014 qoyanda 2015 alındığına görə,
Yəni o dəyişən nədirsə x-dirsə, bayaq dediyimiz kimi bir vahid artdığını görürük. Bax bura ən axırda x+1 yazıram. Bax indi deyilən şərtlər hamısı burada öyrənilir. Şanslıyıq ki 2015-də də 2016 olur. Ona görə. Bu məsələn biləsən mənə nəyə xatırladır? Bir göz sualında mən baxmışdım, indi tam yadımda deyil. Deyir P2 tutaq ki 3-dür, P3 4-dür. Bəli, bir dəfə. Bir də var P5 məsələn P4 5-dir. Bu şəkildə suallar Dərəcəsi də verilir. Verilən şərtlərin sayı ilə dərəcə arasında əlaqə var. Çünki sonradan soruşduğu informasiya bu verilən datalara olduğuna görə çıxa bilər. Belə əziz müəllimlər və şagirdlər, bu günləri biz 2 dənə sualla sizin qarşınızdaydıq. İnşallah vaxt olduqca mütəmadi olaraq mən və Camal müəllim yenə də sual müzakirələrindən qarşınızda olacağıq. Yenə də təkrar edeyim ki, təhsil mərkəzimizdə riyaziyyat olimpiyadalarının hazırlıqlarına inşallah başlayırıq və müəllimimiz də Camal müəllimdir, İllərəm müəllimidir və təcrübəsi də eyni qədərdir, yəni çoxdur, istifadə edin inşallah. Hamınıza da uğurlar.